bilmərik 2 siniflə bunu. Mən elə düşünürəm ki. Amma bir siniflə daha effektli olardı sinif rəhbəri olmaq. Amma Nigar müəllimə bir məqam var burada ki, əgər müəyyən elə məktəblər var ki, orada deyək ki, müəllim sayı azdır da, çox azdır. Yəni ona görə o müəyyən qurumların icazəsi olaraq orada iki məktəbdə, iki sinifdə sinif rəhbərliyi məsələn aparıla bilər. Yəni o Yəni digəri məcburi hallarda deyirsiniz də, yəni məcburi o yox, ehtiyac varsa, məcburi eh, yox. Yəni ehtiyac var. bəli, Müəllim sıxlığıdır. Müəllim bəli, sıxlığı yox, müəllimə ehtiyac var. Yəni müəllim sayı azdır və siniflər burada varsa əgər, məsələn deyək ki, 5-ci sinifdən 7-ci sinifin sinif rəhbəri eyni müəllim ola bilər. Bunun da ehtiyac bəli, olarsa müəyyən qurumların icazəsi ilə, yəni bunu aparmaq olar. bəli. Ə, yox, ümumiyyətlə müəllimə kompleks siniflərdə onsuz da bir sinif rəhbəri olur. Ən çox da bilmirəm, indi o daha ucqar kəndlərdə olur kompleks siniflər 6 ilə 4, 6 ilə 5, məsələn 4 ilə 3 belə olur. Yəni orada hə, məsələn 2 sinifin bir sinif rəhbəri olur. Amma burada məsələn 2 sinifdə deməli orada onsuz da bir sinifdədir də, onun nəzərdə tutulmur. Ümumiyyətlə ayrı-ayrı siniflərdə sinif rəhbərliyi apara bilər, o da ehtiyac yaranarsa. Yarandığı halda Bəli, etmək olar müəllimə. bəli, İnduktiv elə və deduktiv haqqında nə deyə bilərsiniz müəllimə? İnduktiv dərs nədir? Deduktiv dərs nədir? İnduktiv dərs odur ki, hal-hazırda bizim sinifə təlim nəticəmizə görə keçdiyimiz dərsdir. O mövzu üzrə danışırıqsa, bugünkü dərsimizdirsə o. Amma deduktiv dərs həmin dərsin üstündə növbəti safda əgər qalırıqsa, o artıq deduktiv dərs hesab olunur. Mhm. Bəli, bu əsasən məntiqi təfəkkürdə biz bunu keçmişdik müəllimlərlə birlikdə. Düşünmə formalarıdır. İnduktiv düşünmə, deduktiv düşünmə. Bəli, Bəli, o bəli. induktiv düşünmədə məsələn mən müəllimlərə həmişə deyirdim, müəllimlər baş hərfləri ilə yadınızda saxlayın bunu. İ induktiv indi öyrənir. Yəni indi İndi, öyrənirsə şagird, bu onun üçün induksiyadır. Və bəli, bilirsə qaydanı, tətbiq edirsə bu onun üçün deduksiyadır. Bu çox geniş mövzudur. Əslində bunu çox mən təlimlərimdə çox maraqlı situasiyalarla izah verirəm. İnşallah inşallah Jalə müəllimə sizdədir problem. Sizdədir. Yəni mənim Nigar müəllimə eşidir. bəli, bəli, Yaxşı. eşidirəm. Aha. Müəllimə belə bir sual da verim sizə. Valideyn şagirdi məktəbdən çıxarmaq istəyərsə nə edərsiniz? Valideyn şagirdi məktəbdən çıxartmaq istəyirsə, ümumiyyətcə onunla söhbət ən birinci aparılmalıdır ki, səbəbini öyrənməliyik də, nəyə görə çıxarılır. Əgər yəni elə bir əsaslı səbəb yoxdursa, biz ondan danışmağa cəhd etməliyik. Daha məsələn empatiya qurmalıyıq da, onun düzgün yola gətirməyin yollarını axtarmalıyıq, danışmalıyıq, onu başa düşməliyik. Yəni o bu yoldan çəkindirməyə çalışmalıyıq. Əgər yox, bu mümkün deyilsə, yəni başqa bir məktəbə əgər yönlənirsə, məsələn, bu uzaqlıq, yaxınlıq məsələsidirsə əgər indi ola bilər, amma məsələn uşağı ümumiyyətcə sinifdən məktəbdən çıxardırsa və uşaq artıq məktəbə getməyəcəksə, biz artıq əgər ondan bir yəni effekt almırıqsa, müdiriyyətə deməliyik. Əgər yox, yenə də çıxarmaq istəyirsə, onda artıq hüquq mühafizə orqanına bunu xəbər etməliyik də, çünki qanunsuzdur uşağın məktəbdən çıxarılması. 9 illik 9 il şagirdin məcburidir, çünki icbari təhsil hesab olunur və ona çatdırmalıyıq ki, bu icbaridir də, mümkün deyil çıxması. Ay sağ ol, qəşəng müəllimə. Nigar müəllimə, sonuncu sual da verim. Qiymətləndirmə meyarlarını nəyə əsasən müəyyən edirik? Qiymətləndirmə meyarlarını təlim nəticəsinə görə Təlim nəticəsini nəyə əsasən müəyyən edirik? alt standarta görə müəyyən edirik. Aha. Təşəkkürlər Nigar müəllimə. Əməli Sağ olun. başlı dil ötürsünüz. Bunu deyim ki, sizə. Sayənizdə Yəni müəllimə, çox sağ olun. Yəni bu təlimçi Gülnarənin sayəsində bu müəllimlər ki, belə dil ötür. Amma yəni burada mənlə deyişin, amma evdə qaynananızla deyişməyin. Bircə onu Yox, etməyin. mümkün deyil. Qətiyyən. Deyişin, amma qaynananızla deyişməyin. Bunu Baş sizə üstə. tövsiyə edirəm. Təşəkkürlər müəllimə. Çox sağ olun müəllimə, sağ olun. Müəllimlər bəzən yazırlar. Əslində belə zarafat eləyirəm, yorğunluğumuz çıxsın. Müəllimlər bəzən deyirlər, ay müəllimə, mən heç danışa bilmirəm. Bir dənə deyir, mənim dilimi açsanız, deyirəm ki, müəllimə, narahat olmayın. Sizin dilinizi elə açacam ki, saz aşığı kimi evdə qaynananızla deyişəcəksiniz. Deyir, yox müəllimə, elə sizlə deyişim, amma deyir, qaynanamla deyişməsəm də olar. İndi Nigar müəllimə əməli başlı dil ötür. Maşallah olsun.
Sonra növbəti müəllim gəlsin Səidə müəllimə. Baxaq görək Səidə müəllimə neyləyəcək? Müəllimə. Hə, bu arada müəllimlər dərsimizi də qayda eləyirəm, göndərəcəm, baxın, dərsdən sonra məsələn elə müəllimlər olur, qoşula bilmir. Hə, Səidə müəllimə, belə bir sual verim sizə. Standart nədir? Standart ümumiyyətlə standart belə deyək də ölçüdür. Standart hər şeydə var. Gündəlik həyatımızda, geyimimizdə, təhsildə də standartlar var ki, yəni məktəbli formasının standartları var, müəllim geyiminin standartları Geyim. var. Standart bəli, ölçü. Ay, sağ ol. Hə, müəyyən bir həcmi deməkdir də mənası. Aha, doğru. Doğrudur müəllimə. Yaxşı. Deyə bilərsinizmi Səidə müəllimə? Bax belə bir sual verirlər ki, valideyn gəlib sinifdə qışqırarsa, yəni səsini atır başına, qışqırır. Yəni nə edərsiniz bu halda? Bəli, belə aqressiv valideynlər olur bəzən. Doğrudur, valideynin məktəbə daxil olması ancaq direktorun icazəsi ilə ola bilər, sinifə daxil olması. Əgər belə bir hal baş verərsə, valideyn yəni sinifdə belə bir hay-küy salarsa, biz ona sakitliyimizi qorumaqla cavab verərik. Onun sonra dərsdən sonra onunla fərdi söhbət edəcəyimizi, onun başa düşdüyümüzü ona izah eləyərik. Yəni anlayış göstərərik, empatiya yaradarıq. Sonra onun belə deyək də, belə aqressiyanın səbəbləri nədirsə, onu araşdırarıq, fərdi söhbət eləyərik. Yəni ən əsası birincisi sakitliyimizi qorumağa çalışarıq. Qoruyub valideyni sakitləşdirərik, bəli. Yaxşı, Səidə müəllimə, müəllimə, o eksklüziv suallardan ünvanlayaq sizə? Verin müəllimə, öyrənmək yaxşıdır. Hə, əlbəttə. Müəllimə, bu illər sizə nə qazandırdı? Bu illər mənə çox şey qazandırıb. Yəni şagirdlərimin sevgisi, kollektivimdə, cəmiyyətdə hörmət qazandırıb. Yəni bu illər mənim üçün çox dəyərli olub və yetişdirdiyim şagirdlərimin hansısa bir idarədə, müəssisədə işləməsi, onları mənə görəndə mehribanlıqla yanaşması, səmimi qəlbdən yanaşması, yəni mənim üçün böyük bir sevgi, şagird sevgisi, şagird müəllim sevgisi yaradıb. Həm də ki, kollektivimdə də həmişə hörmətli, belə deyək də, mənə hörmətlə yanaşıblar. İndi də yanaşırlar belə. Bəli, müəllimə. Deyə bilərik ki, həm kollektivdə, həm cəmiyyətdə böyük bir nüfuza sahib olmağı qazandırıb və yüksək ali təhsil alan şagirdlər qazandırıb, müxtəlif peşələrdə fəaliyyət göstərən şagirdlər qazandırıb və ən əsas da bir müəllim olaraq, yəni böyük bir şagird auditoriyasının sevgisini qazanmaq, yəni mənim üçün fəaliyyətim ərzində ən böyük mükafatdır, ən böyük qazancdır deyərəm bir müəllim olaraq. Doğrudur müəllimə, deyə bilərsiniz belə. Bir dənə də sual verirəm müəllimə. Çətinliklərdən necə çıxırsınız? Burada hər müəllimin fərqli yanaşmasını öyrənmək olur. İstəyirəm əslində görüm, yəni sırf standart bir, yəni burada cümlələr yoxdur. Kim özünün prizmasından cavablandıra bilər? Belə həyatda həmişə çətinliklər olur, məktəbdə, işdə də, şagirdlərlə münasibətdə də, kollektivdə də. Buna görə də həmişə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Belə deyək də, çətinliklərə dözmək lazımdır. Çətinliklərin öhdəsindən gəlməyə çalışmaq lazımdır. Harda səhv etdiyimizi, nə üçün bunlar yarandığını araşdırmaq lazımdır və belə də eləyirik həmişə də. Yəni çünki biz həyatda da elə, cəmiyyətdə də çətinliklər həmişə olur. Buna da çalışmaq lazımdır ki, öhdəsindən gələk, aradan qaldıraq. Doğrudur müəllimə. İndi mən əlavələr eləyəcəm bu suala. Bir dəqiqə. Ümumiyyətlə ola bilər də, yəni ümumiyyətlə illərin pedaqoji, yəni fəaliyyətə sahib olan müəllimlərik, hamımız təcrübəli, səriştəli, peşəkar, işini bilən müəllimlər üçün
Yəni verilə bilər bu sual ki, müsahibədə çətinliklərdən necə çıxırsınız? Yəni bu sual veriləndə hərə öz yanaşmasından irəli sürərək müxtəlif cavablar verə bilər. Yəni əslində biz illərin təcrübəsinə sahib olan bir müəllim kimi həyatda, işimdə də mənim üçün heç bir çətinlik olmur və bir peşəkar müəllim kimi müəyyən çətinliklər çıxarsa, düzdür, biz deyək ki, müxtəlif dünya görüşlü valideynlərlə, müxtəlif ailələrdən çıxan, müxtəlif fərqli düşüncələrə sahib şagirdlərlə işləyirik. Hardasa müəyyən qədər çətinliklərimiz ola bilər və biz bacardığımız qədər bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Müxtəlif yollarla, metodlarla, hansısa bir problemli vəziyyətə qeyri-standart yanaşma göstərərək, müxtəlif variantlardan istifadə edərək həm valideynlərlə münasibətdə, həm şagirdlərlə münasibətdə çıxış yolu tapmağa çalışıram və düşünürəm ki, bir peşəkar, işini bilən bir səriştəli müəllim üçün, yəni o cür çətinliklərin öhdəsindən gəlmək o qədər də çətin olmaz və mən bacardığım qədər bu çətinliklərin öhdəsindən gəlməyə çalışıram deyə bilərsiniz. Yəni burada onu da vurğulayın ki, bəli, müxtəlif ailələrdən çıxan şagirdlərlə, müxtəlif valideynlərlə, müxtəlif dünya görüşünə, müxtəlif düşüncə tərzinə sahib olan valideynlərlə işləyirik və bu baxımından bizim üçün müəyyən çətinlik yarana bilər, amma əsas odur ki, bir səriştəli müəllim olaraq biz bunların öhdəsindən gəlməyi bacarırıq. Bunu belə cavablandıra bilərsiniz müəllimə. Sonra müəllimə belə bir sual, formativ qiymətləndirmə nədir və kimə lazımdır? Formativ qiymətləndirmənin ən vacib formalarından biridir. Gündəlik dərslərimizdə formativ qiymətləndirmədən istifadə edirik. Formativ qiymətləndirmə həm şagird üçün, həm də müəllim üçün vacibdir. Şagirdin həm indiki vəziyyətini, həm də gələcək və belə deyək də, formativ qiymətləndirmə gələcəyə yönəlik bir qiymətləndirmədir və şagird inkişafını izləmək üçün vacibdir. Şagird nə qazanıb, nəyi öyrənib və gələcəkdə hansı belə yanaşma ilə ona yanaşaraq onu daha irəli apara bilərik, bunu öyrənirik. Müəllim üçün də hər bir şagirdin uğurunu izləmək, onun geriləməsini, irəliləməsini izləmək vacibdir. Buna görə də formativ qiymətləndirmə əsas qiymətləndirmə hesab olunur. Formativin nəticəsi harda yazılır müəllimə? Formativin nəticəsi deməli, şagirdin gündəliyində yazılır, yəni məktəbli kitabçasında qeyd olunur. Rəsmi qiymətləndirmədir? Xeyr, rəsmi qiymətləndirmə deyil, rəsmi qiymətləndirmə summativ qiymətləndirmələrdir. Diaqnostik və formativ qiymətləndirmə qeyri-rəsmi qiymətləndirmədir. Yəni burada əsasən deməli meyarlarla yazılır məktəbli kitabçasında. Müəllimə, valideyn yox, şagirdlər sizi əsəbləşdirirsə, hansı tədbirləri görürsünüz? Şagird üçün hansı cəzaları tətbiq edirsiniz? Mən belə deyək də, proaktiv müəlliməm. Əvvəlcədən prosedurlarım olur və şagirdlərin hər hansı bir pozuntusu olarsa, ona qaydalara izah edirəm və bu qaydalara riayət etməyə çağırıram. Və bunun əgər belə bir hal baş verərsə, onlara hər hansı bir deməli dərs vaxtı hər hansı bir adlarını yazmaqla, sarı vərəq göstərməklə, yaxud da onlara qeyri-verbal toxunuşla, yəni bir işarə ilə onları sakit olmağa çağıraram və dərsdən sonra onlarla fərdi söhbət eləyib, onun belə bir hərəkətlərinin, aqressiv hərəkətlərinin səbəbi nədir, onu araşdırmağa çalışıram. Amma müəllimə, orada elə ilk cümlənizdə vurğulayın ki, mən cəza vermirəm. Yəni şagirdə cəza vermirik. Hə, Amma cəza olmaz. Ümumiyyətlə, görürsüz, yəni təhsildə cəza yoxdur. cəza olmaz. Amma görürsüz, mən cümləni özüm bilərəkdən o sualı elə qoydum ki, hansı cəzanı verirsiniz? Siz ona o saatı reaksiya verməlisiniz ki, müəllimə, biz cəza vermirik. Amma bir də orada müəllimə proaktiv yanaşma, bir də reaktiv yanaşma, onu düz deyirsiniz. Proaktiv müəllim kimi qayda prosedur var, hə.
Yəni bu halda biz orada fərdi söhbət apararaq özümüz də apara bilərik. Sonra növbəti mərhələ üçün davam edərsə, psixoloqa da yönləndirə bilərik müəllimə. Yəni bu şagird davranışının, yəni tənzimlənməsi üçün psixoloqa da yönləndirə bilərik. Lap deyək ki, ümumiyyətlə də biz deyirik axı ki, valideyn şagirdlərimizi aqressiv və yaxud da ki, davranış pozuntusu ilə bağlı direktoruna şikayət etməyəcək. Amma bu halda ən son halda belə baxarıq ki, heç ümumiyyətlə o uşaq ipə sapa yatmır, islah olunmayan, tərbiyə olunmayan şagird, o zaman biz onda məsələn direktora da müraciət edə bilərik, hətta valideynə. Yəni şagirdi yoluna qaytarmaq üçün müəyyən tədbirlər görülməlidir. Deyə bilərsiniz müəllimə. Ümumiyyətlə müəllimə deyə bilərsinizmi ki, refleksiyanı necə aparırsınız? Refleksiya ümumiyyətlə dərs boyu aparıla bilər, amma ən çox dərsin sonunda aparılır və müəyyən iş üsullarından istifadə olunaraq refleksiya aparılır. Ən deyək ki, üsul, ən yaxşı üsul 3-2-1 üsuludur. Sonra cümlə kökləri, bu kimi üsullardan istifadə edərək 3-2-1-i necə aparırsınız? necə? 3-2-1-i necə aparırsınız? 2-1-i 3 ən maraqlı olan faktı qeyd eləyin. 2 sizin maraqlandıran, sizin üçün belə deyək də, 3 ən öyrəndiyiniz faktı, 2 sizi maraqlandıran, 1 isə yadımdan çıxdı müəllimə. Biraz 3 yadınızda qalan, 2 ən maraqlı ən fakt, maraqlı, 1 1 isə qaranlıq qalan. öyrənmək istədim, bəli, qaranlıq qalan. Hə. Yaxşı müəllimə, belə bir sual verim. Həmkarlarınızla necə əməkdaşlıq edirsiniz? Həmkarlarımla çox yaxşı rəftar edirəm. Çünki həmkarlarımla bir-birimizə hörmətlə, empatiya ilə yanaşırıq. Sonra deməli, müəyyən müzakirələr aparırıq. Hər hansı bir çatışmamazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Sonra belə deyim də, dərslə bağlı hər hansı bir çətinliyimiz varsa, onları müzakirə edirik. Sonra biz də məsələn yeni gələn müəllimlər olur, onlara dəstək oluruq. Yəni münasibətlər həmkarlarımızla çox yaxşıdır, əladır. Qəşəng müəllimə. Deyə bilərsiniz. Bir dənə də eksklüziv sual verirəm sizə. Müəllim kollektivi sizi bəyənmərsə, nə edərsiniz? Özünüzü necə sevdirərsiniz? Məni bəyənməzsə, ilk olaraq harda səhv etdiyimi, onlarla münasibət, niyə empatiya yarada bilmədiyimi araşdıraram, öz səhvlərimi araşdıraram. Sonra onların hər biri ilə fərdi söhbət eləyərək onların səbəbini araşdırıram və bunu aradan qaldırmağa çalışaram ki, onların həm də deməli, ümumiyyətlə də sevgisini qazanmaq üçün əlimdən gələni eləyərəm ki, kollektivin sevgisini qazanım. Ay, sağ ol. Deyə bilərsiniz müəllimə. İlk gündən əgər yeni kollektivə düşmüşəmsə, onlarla qaynayıb qarışaram, xoş rəftar, mehriban, gülərüz, səmimi olaram, davamlı şəkildə pozitiv bir ünsiyyət, xoş bir münasibət yaratmağa çalışaram. Yəni o valideyn, deyək ki, o həmkarların, o kollektivin sevgisini, yəni qazanmağa, hörmətini qazanmağa çalışaram deyə bilərsiniz müəllimə. Təşəkkürlər Səidə müəllimə, çox sağ ol əzizim. Sağ olun. Sağ olun. Lətifə müəllimə dərsdə sonra Nüşabə müəllimə dərsdə. Bəli. Salam müəllimə. Salam Nüşabə müəllimə. Müəllimə, hazırsınız mənim əzizim? Hə, belə oxumuşam, hə. Yaxşı müəllimə. Müəllimə, deyə bilərsinizmi ki, refleksiya nə zaman aparılır? Refleksiya dərsin sonunda aparılır. Refleksiya şagirdin mənimsəməsi və qavramasını yoxlamaq üçündür. Ən çox da 3-2-1 üsulundan istifadə olunur. 3-2-1-də
3 yadda qalan, 2 ən maraqlı fakt, 1 isə sizə qaranlıq qalan nə oldu? Dərsin mənimsənilməsidir əsas. Dərsin sonunda aparılır refleksiya. Doğrudur müəllimə. Şagirdlərinizin sevimli müəllimisinizmi? Belə bir sual verilərsə. Əlbəttə ki, mən şagirdlərimə çox mehriban münasibət bəsləyirəm və onların sevgisini qazanmaq üçün əlimdən gələni əsirgəmirəm. Yəni mən onlara sevgim varsa, onların da mənə sevgisi var. Çalışıram ki, onların ürəyici olsun. Verdiyim tapşırıqlar onların öz deməli maraqlarında olsun. Onların öz hamısının öz deməli istəklərini bacarıram ki, yerinə yetirim. Və mən bir müəllim kimi sevilirəm və mən uşaqlarımı da çox sevirəm. Doğru. Deyə bilərsiniz müəllimə. İnteqrasiya nədir? Nüşabə müəllimə. İnteqrasiya deməli fənlər arası olan resurslardır. Fən daxili, fən üstü, bir də fənlər arası. Düz deyirsiniz. İnteqrasiyanın 3 növü var. Amma onu deməmişdən öncə belə qeyd edeyim müəllimə. İnteqrasiya fənlərin bir-biri ilə əlaqəsi və Bəli, bəli. fənlərin eləcə də həyatla əlaqəsidir. İnteqrasiyanın 3 növü var. Fənlər arası, fən daxili və fən üstü inteqrasiya. Mən davamlı şəkildə dərslərimdə inteqrasiyadan istifadə edirəm. Təsvirincə sənət mövzusu dərsi ixtisası olduğuna görə siz inteqrasiyanı deyə bilərsiniz Azərbaycan dilinə də inteqrasiya eləyirəm. Hətta sizdə riyaziyyata da inteqrasiya var. Hətta deyək ki, tarixə də məsələn Şah İsmayıl Xətai ilə bağlı hansısa bir mövzu keçirsinizsə, orada rəsm çəkəcəksə, tarixdə rolunu deyə bilərsiniz. Ədəbiyyatdakı Şah İsmayıl Xətainin ədəbiyyatdakı rolunu da vurğulaya bilərsiniz. Bax, belə inteqrasiyanı soruşanda ixtisasınızla bağlı əlaqələndirin müəllimə. Hamınıza aid, ixtisasınızla bağlı Müəllimə. əlaqələndirin. Müəllimə, fən üstü, bir dənə fən üstü mənə çatmır. Fən daxili bildik, fənlər arası nədir bildik. Bu fən üstü deyəndə necə başa düşüm mən onu? Fən Fən üstü. həyatla əlaqələndirirsiniz müəllimə. Və deyək ki, məsələn, ay uşaqlar, Nəylə? həyatla da həyatda gördüklərimizlə. Ağaçla. Həyatda Hə, hə. gördüklər. Məsələn, Hə, günəş bəli, rəsmi düzdür. çəkdirsiniz. Gəlin günəşə baxaq. Günəşi canlı olaraq həyatla bağlayırsınız. Günəş hansı formadadır? Necə işıq saçır? İşıq nə rəngdədir? Gəlin də onun Bəli, rəsmini bəli, başa çəkək. düşdüm. Məsələn, onu da həyatla bağlayırsınız. Və Aydın. yaxud da ki, müəllimə, deyək ki, siz necə deyim, qoy bir də təsvirincə sənətlə əlaqələndirim onu. Məsələn, deyək ki, dairə formasında nələrsə çəkməlisiniz də rəsm dərsidir. İndi deyək siz ay uşaqlar, bax bir düşünün, həyatda gördükləriniz hansı deyək ki, varlıqlar olsun, əşyalar olsun, hansı obyektlər dairə formasındadır. Biri deyəcək müəllimə günəş, biri deyəcək top, uşaq həyatda gördüklərini başlayıb əlaqələndirəcək. O qaydada da məsələn gəlin indi o dairə forması varlıqları, obyektləri rəsmimizə əks etdirək. Bunu belə həyatla əlaqə budur deməkdir müəllimə. Fən üstü, bildim. Bəli. Və yaxud da biraz da daha yuxarı sinifə əlaqələndirsən, 2-ci Qarabağ müharibəsini həyatla əlaqələndirirsən. 2-ci Qarabağ müharibəsində bir döyüş yolunu əks etdirən, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən bir deyək ki, rəsm çəkək. Bu da yenə həyatla əlaqədir. Belə. Sonra Nüşabə müəllimə belə deyə bilərsiniz. Belə bir sual verim müəllimə sizə. Təlim nəticəsi nədir? Təlim nəticəsi dərsin əvvəlində qoyulmuş, həmişə birinci təlim nəticəsi qoyulur, sonra meyar cədvəli. Təlim nəticəsi şagirdlərə əvvəlcədən məlumatlandırmaq üçün təlim nəticəsi qoyulur ki, uşaq əvvəlcədən həm də təlim nəticəsini öyrənərkən bilsin ki, nə qavrayacaq, nə mənimsəyəcək, nə anlayacaq və onu qabaqcadan bilməsi məsləhətdir. Təlim nəticəsi o baxımdan birinci qoyulur, təlim nəticəsi verilir dərsə. Müəllimə, indi onu tamlaşdıraq. Təlim nəticəsi sonda əldə olunan bilik bacarıqların əvvəlcədən müəyyən olunması. Biz Müəyyənləşdirməsidir, təlim bəli. nəticəsini dərsin əvvəlində şagirdlərə elan edirik. Niyə? Şagird bilsin ki, bu gün hansı bacarığa, hansı bilik və bacarığa yiyələnəcək. Öyrənmə onun üçün effektiv və
mükəmməl şəkildə təmin olunmuş olacaq. Belə qəşəng formada deyə bilərsiniz Nüşabə müəllimə. Nüşabə müəllimə, belə bir sual verim sizə. Sizə də bir dənə inklüziv sual da sizə verimmi müəllimə? Eksklüziv sual. O Buyurun. lap həmkarım kimi dedim. Eksklüziv sual sizə də verimmi müəllimə? Verin də verin. Bəlkə nəsə cavab Hə, verin. bir dəfə bu keçən il təlimlərimdə deyim sizə, indi o müəllimə kimi çaşıb mən də elə dedim. Həmişə müəllimlərə deyirdim ki, eksklüziv sual verəcəm sizə, eksklüziv. Bir dəfə də bu müəllimə deyir, müəllimə, mənə inklüziv sual verin. Mən də baxıram, deyirəm ki, müəllimə, necə inklüziv təhsili deyirsiniz? Deyir, yox, müəllimə, bəs o müəllimlərə verirsiniz, inklüziv. Dedim, hə, müəllimə, siz eksklüziv demək istəyirsiniz. Deyir, hə, onu demək istəyirəm. İndi Nüşabə müəllimə, mən də sizə o inklüziv sualdan verəcəm. Buyurun. Müəllimə, sinifə girirsiniz və baxırsınız ki, şagirdiniz sizin yerinizdə əyləşib. Bu halda nə edərsiniz? Bu halda yaxınlaşıb onun başına sığal çəkərəm. Deyərəm ki, yaxşı oxusun, gələcəyin bu müəllimi kimi əyləşə bilərsən müəllimin stolunda. Onu xoş rəftarla qarşılayaram. Yəni təbəssümlə Bəli, qarşılayaram, bəli, yerində bəli. əyləşməsini bildirərəm və ona burada oturmaq üçün daha mükəmməl yüksək nəticələr göstərəcəyi haqqında məlumat verərəm deyə bilərsiniz. Bəli, Bəli. Nüşabə müəllimə. Təşəkkürlər Nüşabə müəllimə. Çox sağ ol canım mənim. Çox sağ ol. Minnətdaram. Sağ olun. Amma Nüşabə müəllimə, maşallah, maşallah, əməlli başlı, yəni irəliləyişə doğru gedirik. Yavaş-yavaş. Hə, bəs Görək Amerika nəticəsi birdən nə olacaq. qurulmuş ki, hər şey yavaş-yavaş olur da müəllimə. Təqdim etməni də deyə bilərəm. Müəllimə 6-7-ni öyrənmişdim. Təqdim etməni də. Məncə sizə səs atmışdım, mən. Yox, Nə müəllimə, təqdim bəyənmişdiniz? etməni bir də sona alacam. Siz təqdimatınızı almışsınız İnşallah. hamıdan. Bir də sonda alacam təqdimat. Hər dərs təqdimat olmaz ki, mənim Hə, əzizim. Təqdimatınızı bir də sona yaxında hamıdan onsuz da alacam inşallah. tək-tək. Həm icmalın təqdimatını alacam, həm özünüzün təqdimatını sual-cavab edib elə göndərəcəm, imtahana gedəcəksiniz. İnşallah. Narahat olmayın. Və sizə Bəli. deməli, sizə bir kömək də eləyəcəm mən müəllimlər. Onu başqa dəfə deyəcəm. İndi dərsimiz qayda olunur, buradan səsləndirməyim. Amma sizə super bir, mükəmməl bir dəstəyim dəyəcəkdir. Yəni, o da eksklüzivdir. O da eksklüzivdir. Onu İnşallah. bir sizin üçün edəcəm, müəllimlər. Zamanı gəlsin, deyəcəm onda. Sonra Gülşən Əliyeva burada. Bəli, müəllim, sağ olun. Salam Gülşən müəllimə. Necəsiz müəllimə? Sağ olun, yaxşıyam. Yaxşı olasınız. Müəllimə, belə bir sual verim sizə. Mən şagirdəm. Bu keçən il verilib müəllimlərə. Mən şagirdəm. Qrup işində necə ünsiyyət qurmalıyam? Məni başa salın. Hər bir şagird, ümumiyyətlə qrup işi şagirdlər üçün daha bir-birinə ünsiyyət qurmaq üçün, əməkdaşlıq etmək üçün daha əlverişli iş üsuludur. Şagird əməkdaşlıq etmək istəyir. Necə müəllim, sual necə oldu? Uşaqlar necə qaynayır? Deyirəm ki, qrup işində necə ünsiyyət qurum? Qrup işində deyir, necə ünsiyyət qurum? Qrup işi özü elə ünsiyyət yaradan bir iş üsuludur. Yəni, uşaqlar bir-biri ilə bildiklərini bölüşürlər, bir-birlərinə nə isə deyib, bir-birlərinə yardım edirlər. Hərə öz bildiyi tərəfdən danışır. Qrup işində təbii ki, yaxşıdır da öyrənmək yazır. Aha. İndi müəllimə, biz burada axı düzdür, qrup işində müxtəlif bacarıqlar formalaşır. Hətta qrup işinin özündə elə ünsiyyət bacarığı formalaşır. Amma deyir ki, bu başqa sualdır da. Deyir, mən necə ünsiyyət qurum? Bax, şagirdəm. Mən hətta belə deyib, deyir, şagirdəm, oturmuşam. Necə ünsiyyət qurum qrup işində? İndi hansısa bir mövzudursa, nədirsə, hardasa bildiyindən nəsə bir şey deyirsən ki, bu da burada belə birdir. Ora münasibətini bildirir və yaxud da bilmədiyini soruşur, burada nə ola bilər, burada nə yaza bilər. Danışmağa səy göstərir. Yəni ki, tamam sakitə durub baxmır da, hardasa qaynıb barışır. İstəyir ki, qaynıb barışmasın.
qarışsın, nəsə desin. Bildiyini desin, bilmədiyini soruşsun uşaqlardan, burada nə olur, nə deyir, belə. Aha. İndi müəllimə. Bax, Gülşən müəllim, bunu bu formada deyəcəyik. Əgər bizdən soruşurlarsa, mən şagirdəm, qrup işində necə ünsiyyət qurmalıyam? Yəni, bu sual veriləndə biz əlbəttə ki, məsələn, biz qrup işi verərkən müəyyən qrup qaydaları da tətbiq edirik şagirdlər üçün ki, şagirdlər o qrup daxilində, qrup fəaliyyətində hansı işləri görəcəklər və necə edəcəklər. Məsələn, qrup işində Üzr istəyirəm. Gülşən müəllimə, Üzr Gülşən istəyirəm, müəllimə, müəllim, üzr istəyirəm. səsi bağlayın müəllimə, izah verin. Dəqiqə. Deyə bilərsiniz ki, müəllimə, qrup işi zamanı, məsələn, ünsiyyət qurarkən, bax, uşaqlar, bir-birinizi sona qədər dinləyəcəksiniz, bir-birinizin fikirlərinə hörmətlə yanaşacaqsınız, yoldaşlarınızın fikrinə siz də müdaxilə edəcəksiniz, siz də fikir bildirəcəksiniz. Bax, sən də öz ideyanı irəli sürə bilərsən, sən də təşəbbüs göstərə bilərsən, müəyyən bu mövzu ilə bağlı təcrübələrini, məsələn, bölüşə bilərsiniz yoldaşlarınızla. Bu qaydada biz şagirdlərə bunu aşılamaqla şagirdlərdə ünsiyyət bacarığını formalaşdıracaq. Şagird istər-istəməz başlayacaq o da. Müəllim axı qaydalar qoyubdur. Uşaqlar, baxın, yoldaşlarınızla ünsiyyət qurmağı bacarın, yoldaşlarınızı sona qədər dinləyin, siz də fikir bildirin, siz də təcrübələrinizi, siz də ideyalarınızı bölüşün. Hansı ideyalarınız? Yəni, bax, bunları etməklə şagirdi ünsiyyətə cəlb edə bilərik. Yəni, mən ona tövsiyə edəcəm ki, yəni, bu qaydalardan istifadə edərək yoldaşlarınla ünsiyyət qurmağı bacara bilərsən. Yəni, bunu deyə bilərik belə, müəllim. Yaxşı, Gülşən müəllimə, belə bir sual verilsə ki, alt standart dəyişirmi? Bəli, alt standart dəyişir. Ancaq məzmun xətti dəyişmir. Məzmun xəttinizi bilirsiniz, müəllimə? Ha, bilirəm, müəllim, indi o 3 dənələri bilirdim, sonradan demək, o məkan, cəmiyyət, təbiət. O, müəllimə, sizdə dəyişib də məzmun xətti, eləmi? Ha, 3 dənə idi. İndi olub 4 dənə. Mövqe və məkan, odur mu müəllimə? Təbii Bəli, bəli. sistemlər, bəşəri sistemlər, ətraf mühit və dayanıqlılıq. Bu, Dayanıqlılıq. coğrafiyanın 4 məzmun xəttidir. Məzmun xəttlərinizi soruşsalar, müəllimlər, deyin ki, deməyəcəm bunu mən, qoyun saxlayayım, bunu başqa müəllimdən Nə oldu? soruşacağım. Niyə Yox, saxlıyorsun məni? hamısı mən deyirəm. Deyin, Gülşən müəllimə, siz deyin. Bax, məzmun xətti nədir deyərsə, nə deyərsiniz müəllimə? Məzmun Hə, xətti mən haqqında görüm indi kağız soruşacağım. Dəyişməzdir də. Ha, onun tərifi olmalıdır. Lap elə kurikulum əvvəlində. Hə, Məzmun Gülşən xətti müəllimə, bax, siz dəyişməzdir. mənim özümünküsünüz. Bəs niyə belə eləmisiniz? Niyə unutmusunuz bu məzmun xəttini? Mənim əzizim. Ha, onun tərifi var qəşəng. Qəşəng tərifi var, hə. İndi görüm o qəşəng tərifi kim deyəcək burada? Soruşacağam. Gülşən müəllimədən sonra danışacaq Mədinə Nurlan, deməli, Sənubər. Sonra Şəbnəm. Sonra Gülşən müəllimə, yaxşı, belə bir sual verim. Bax, fənninizi sevməyən şagirdiniz var. Nə edərsiniz? Hə. Fənnini sevməyən şagird varsa, hardasa uşaq ya məni sevmir, müəllimi də sevməyəndə fənni də sevmir də. Uşağı fənnə qarşı daha, məsələn, öz ixtisasıma uyğun, ona nəsə tez-tez xəritəyə dəvət eləyərəm və yaxud da ki, onu kontur xəritələrdə tapşırıqlar verərəm ki, mütəmadi olaraq işləyəsin və ona rəy yazaram. Ondan belə təbiət yəni Maraqlı fəaliyyətlərə cəlb edərəm ki, dərsimizə uyğun, dərsimizə aid kino filmlər göstərirlər, onlardan göstərir. Yəni uşaqlarda var o. İstəyirlər ki, ancaq elə kino kronikalara baxsınlar da, əvvəlki o ağ lövhələr. İndi adı yadıma çıxdı, o nədir? Ona nə deyirik? Ağ lövhələrdən. elektron lövhə demək istəyirsiniz müəllimə? Var sizin məktəbdə elektron lövhə? Bizdə bir dənə sinifdədir, amma əvvəllər kompüter aparıb kompüterdə dərsə uyğun göstərirdik də. İndi sözümüzdə Onu deyin, onu deyin. Nə var onu deyək müəllimə? Elektron Hə. lövhə sizin sinifdə yoxdursa, elə biz deyək kompüterimdən aparıb göstərirsiniz Yoxdur, kompüterdə. Bəli. Məsələn, tutaq ki, bugün uşaqlara heyvanlar aləmi keçiriksə, çox maraqlı bir şeydir də dünyanın. Orada Bəli. heyvanlar aləmi, onun
yayılması və yaxud da ki, yer planetin formalaşması dövrü. Ümumiyyətlə coğrafiyaya aid maraqlı nələrsə varsa, bu kompüterlərdə uşaqlar tez-tez ona baxdıqca həmin dərsi maraqla gözləyirlər ki, müəllim gələn səfər nə isə göstərəcək. Aha, Elə bir ki, bəli. sanki dərsə davamiyyət Həqiqətən. daha da çox olur. Belə baxırlar. Bəli, əslində elədir. Yəni bu indiki uşaqlar o qədər internetdən, sosial şəbəkələrdən maraqlı məsələn məlumatlar, maraqlı görüntülər, videolar falan izləyirlər ki, onlar ağ-qara dərsləri bəyənmirlər əslində. Bəli. Məsələn bizim məktəbimizdə yoxdur. Bəli. Onlar istədiklərini görmək istəyirlər. Ay Bizi sağ ol. eşitmirlər. Və bizim məktəbimizdə yoxdur da. Bir dənə proyektorumuz var. O da nəsə narahat işləyir. Bir-iki dəfə istifadə elədim, gördüm ki, alınmır. Məsələn öz vəsaitim hesabına mən özüm üçün sinifimə proyektor almışam. Və məsələn dərsimi mən o proyektorla keçirəm hər gün. Yəni hər gün mən o dərsi proyektorla keçirəm. Bu yaxşı, daha uşaqlar daha da İnan o qədər maraqlı. Həm də müəllimlər mən özüm də alışmışam da onsuz dərs keçə bilmirəm. İnandırım sinifə girən kimi birinci işim onu çıxardıb yerləşdirmək olur ki, yəni açıram birinci slaydlarımı, ən birinci təlim nəticəmi ekrana qoyuram, şagirdlərə elan eləyirəm və hətta soruşuram uşaqlar, nədir təlim nəticəsi? Bir uşaqlardan da soruşuram. Nədir təlim nəticəsi? Və uşaqlar onu bilir. Onlarda formalaşır ki, hə, təlim nəticəsi. İndi mən demirəm, mən sırf elə kurikulum üstün. Məsələn, elə hissələr var ki, məsələn, biz də onu etməyə də bilirik. Məsələn, o baxır indi sinifimizdə olan, məsələn, elə resurslarımız var ki, biz ondan istifadə edə bilirik. İmkanımız daxilində olan qədər edirik. Mən demirəm, elə mən sırf mən bütün o üsullarından istifadə edirəm. Yəni sinifimizə uyğun, nəticəmizə uyğun, deyək ki, müəyyən əlimizdə olan imkan daxilində, məsələn, müəyyən o üsullarından mən özüm istifadə edirəm. Mənim niyə yadımda qalır o? Həm düzdür, keçirəm, bu başqa məsələ, amma istifadə etdiyimiz üsullar insanın yadında daha yaxşı qalır. Belə. Göz yaddaşı. Bəli. Gülşən müəllimə, bir dənə də sual verirəm sizdən, yekunlaşaq müəllimə. Şagirdlərdə özgüvən hissini necə formalaşdırarsınız müəllimə? Özgüvən hissi. Hı. Mən ümumiyyətlə nəinki şagirdlərə, hər bir kəs qarşı tərəfində güvən hissi yaratmaq üçün ona yəni inandığımı, sən bu şeyi bacararsan, indi bacarmırsan, biraz da çalışarsan, bacaracaqsan, sən yaxşı, məsəl üçün, işin öhdəsindən gələcəksən, bunu sən layiqsən, belə sözlərlə və eyni zamanda tapşırıqlar verib, məsəl üçün, tutaq ki, bugün bir dənə, 2 dənə səhvi olubsa, 3 dənə səhvi olubsa, sabah yenə mütəmadi tapşırıqlar və yavaş-yavaş o tapşırıqlarda səhvlərin sayı azaldıb və sonda səhvsiz bir cavablar alınacaq. Ay, sağ ol. Deyə bilərsiniz, bəli, Gülşən müəllimə. Görürsünüz müəllimə, bax görürsünüz, mən də bax belə-belə əldə eləmişəm o sizi. Sizi belə danışığınızı, bax, belə-belə, hər dəfə bir pillə, indi Gülşən müəllim maşallah olsun. Öz praktikalarımla müəllim, inandıram sizə bu belədir. Evdə də, işdə də, məktəbdə də bu belədir. Bax, müəllimə, mənim əzizim, mən əminəm. Bilirəm ki, məsələn, siz işləyirsiniz, hamı üçün deyirəm, hamınızın təcrübəsi, illərin 32 ilin, 35, 27 ilin, 20 ilin, hətta 44 illik, 65 yaşında müdavimim var. 65 yaşı var, bu il çıxacaq da. Gedib imtahana, 44 illik pedaqoji iş təcrübəsi var. İmtahana gedib 53 bal yığıbdır. Nabat müəllimə, fərdi hazırlayıram o müəlliməni. Nə müəlliməsidir, müəllim bağışlayın. Fiziki tərbiyə müəllimidir. Adam qalıb işləyəcək. 50 plus bal yığıb onu saxlayacaqlar. Saxlayacaqlar onu. Hə, saxlayacaq. Yəni, maşallah olsun, biz niyə 65 yaşı var, o yaşı da verməsən, bilmirəm, indi biz burada da izləmir bizi. 65 yaşı var, adama heç o yaşı da verməsən, həm də adam öz üzərində çalışan müəllimdir. Yəni, nəyi demək istəyirəm? Başqa şey demək istirdim sizə. Deməli, müəllim var ki, həqiqətən də hər bir işində peşəkardır, edir. O fəaliyyətləri yerinə yetirir. Amma mən soruşanda onu cümlə şəklinə salıb deməyə çətinlik çəkir. Məsələ budur. Yəni, problemimiz budur ki, o etdiklərinizi ardıcıl, daha necə gəldiyi loru şəkildə yox, elmi şəkildə, rəsmi üslubda, belə axıcı şəkildə, səlis, aydın,
şəkildə o nitqi salıb onu demək lazımdır. Yoxsa Bəli, maşallah, niyə ki, hamımız özlərinizdə işləyən, bəli. hamınız uğurlu müəllimsiniz ki, bu gün müsahibə burada Bəli, oturmusunuz. müəllim, bəli. Valla, O hər da ki, biriniz o uğurlusunuz, belədir. bu Bir gün dadlı buradasınız. yemək bişirirsən, onu bir qəşəng boşqaba qoysan. Bir də var ki, köhnə üzr istəyirəm, o çirkli bir süfrədir. Amma o yemək qəşəng süfrədə, qəşəng boşqablarda olanda o daha başqa. Budur da, belədir. Bəli, təşəkkürlər Gülşən müəllimə. Çox sağ Sağ ol olun müəllim. canım mənim. Mənə bir dənə dərdim odur ki, bu icmaları da yazıb görək neyniyəcəyik. Əsas Müəllimə, problem siz odur da. icmal yazmayacaqsınız. Siz icmalı mən yazacağam, sizə də göndərəcəm. Siz icmaldan narahat olmayın. Coğrafiya icmalın 5 PDF-i məndə. Rəy də yazıb Ha, altına inşallah. göndərəcəm sizə. O Narahat olmayın. şeylərdə metodik vəsaitlərdə var da, dərsliklərdə elə bir şey olmur. Elə Metodik bir şeydir. vəsaitlər. Sadəcə biraz düzən verirsiniz də burada. Sonra meyardan uyğun rəy çıxardırıq Ha. biz. Yəni orada soruşacaqlar. Bütün hamınıza kömək eləyəcəm. O Yaxşı. altında meyar yazacaqsınız. Belə meyara uyğun rəy yazacaqsınız. Çünki rəy hamıdan soruşurlar orada. İcmala narahat olmayın Gülşən müəllimə. O icmal yəni asan məsələdir. O məndə. Bütün müəllimlər üçün icmallar təşkil olunacaq. Bizim müdavimlərimizə ödənişsiz göndəriləcək. Digər müdavimlərə ödənişli şəkildə göndərəcəm və burdan da bildirim ki, müəllimlər, MİQ və sertifikasiya üçün yeni qruplarımız var müsahibə mərhələsinə. Qoşulub bizimlə hazırlaşmaq istəyən müəllimlər buyura bilər. Və həm də bütün müəllimlərin, bütün ixtisas müəllimlərinin icmallarını biz təşkil edəcəyik. Bir dənə icmallarını səhifələrinizə otursun o yenilər. Oturanlar var, digərləri onlar da hazırlanıb veriləcək. Hələ bir dənə vaxtlarınız açıqlansın, ona uyğun təşkil edəcəyik. Heç narahat olmayın. Mənim yanımda heç bir narahatçılığa əsas yoxdur. Yaxşımı Gülşən Oldu müəllim? müəllim. Sağ ol müəllim. Sağ ol oldu, əzizim, sağ ol. Mədinə müəllimə burdadır. Nurlan müəllim. Müəllimə, mən dinləyəcəyim də olar. Neyniyək Nurlan müəllim? Sizlə neyniyək? Nəyim valla. Gedək inşallah, yaxşı olar. Nurlan müəllim, mən Bəli. sizə vaxt yazacağam. Bazar günü keçə bilərik dərsimizi. Bazar günü bir dəqiqə müəllimə. Bakıdan bazar günü 16-sına çıxır da. Bakıdan qayıdır da müəllimə. Olar mı? Onu sabaha gün- salıq, sabaha salaq. Olar müəllimə, bəli, bəli. Axşam sizə vaxt yazacağam. İnşallah müəllimə. Oldu müəllim. Sağ ol. Sonra gəlsin Sənubər müəllim burada. Bəli, bəli, buradayım. Sənubər müəllimə. Bəli. 7-ci dərsdə istifadə olunan iş üsulu, iş formalarını nəyə uyğun müəyyənləşdiririk müəllimə? Məsələn, iş üsulları qruplarla işdir, fərdi işdir, cütlərlə işdir, bütün siniflə işdir. Yox, bildim onu. Nəyə əsasən müəyyənləşdirirsən ki, məsələn, bu dərsdə mən qrup iş aparacağam və yaxud da beynəmləsindən istifadə edəcəm. Bax, bunları nəyə əsasən biz müəyyənləşdiririk? Təlim nəticəsinə görə. Ay, sağ ol, təlim nəticəsinə görə. Yaxşı, şagirdinizin akademik göstəriciləri yüksək olan şagirdiniz var, get-gedə zəifləyir, oxumur. Neyniyək? Nə edəcəksiniz müəllimə? Əvvəlcə həm şagirdlə çalışaram ki, mən fərdi danışım. Fərdi danışım ki, bunun akademik göstəricisi nəyə görə bu uşaq zəifləyib. Onu araşdırıb, ona uyğun hərəkət eləyərəm. Məsələn, o lazım olarsa valideynlə də danışaram, məktəb psixoloqu ilə də danışaram ki, bunun akademik göstəricisini qaldırmaq üçün. Doğru. Diferensial təlim nədir müəllimə? Diferensial təlim, məsələn, uşağın sinifdə hər uşağa, məsələn, səviyyəsinə görə verilir. Fərqli yanaşma, fərqli Fərqli yanaşma. yanaşmadır, bəli. Diferensial təlim fərqli yanaşmadır. Məsələn, göstəricisi yüksək olana, məsələn, biraz çətini, ondan orta, bir də asan formada şagirdlərin səviyyəsinə uyğun tapşırıqlar verirəm. Yaxşı, müəllimə. Bayraq günümüz nə zamandır müəllimə? Bayraq günümüz 9 noyabr, Hanım günümüz nə vaxtdır? 8 noyabr. Valideyn icrası zamanı valideyn kobud rəftar edərsə, nə edərsiniz?
Valideyn iclasında valideyn kobud rəftarlar edərsə, mən ondan fərdi danışmağı üstünlük verərəm ki, bu cür danışmaq olmaz, aqressiya göstərmək olmaz. Məsələn, o baxır kobud danışmağın nə yolları, uşağın oturması ilə əlaqəlimi, qiyməti ilə əlaqəlimi, ona uyğun hərəkət eləyərəm. Bircə Valideyn. dəqiqə, Sənubər müəllimə, bircə dəqiqə. Anım gününü nə zaman dediniz müəllimə siz? Anım günü sualı vermədiniz müəllim. Anım günü noyabrın 20 Yox müəllimə, anım günü 27 sentyabr 2020-ci il. sentyabr, 27 sentyabr. Hə, Siz hə. bayraq günü ilə Bayraq günü ilə 2000 anım gününü dedim, yox. Mən anım gününü soruşdum Ona da. mən səhv eşitmişəm Hə, mən. Anım hə, günü onlar sentyabr anlaşılır. 27-si. Hə, müəllimə gördüm, hə, sentyabrın 27-si. Müəllimə gördüm yazmışdı, ola bilər nəsə diqqətimdən qaçar. Yəni üzrlü say müəllimə. Hə, müəllimə, hə, bax valideyn əgər kobudluq edərsə iclasda, məsələn, o valideynlə həmin dəqiqə ilə iclasda, yəni bura təhsil müəssisəsidir. Burada etik davranış qaydalarına riayət etmək lazım, nizam-intizam, yəni kobud ifadələr, yəni artıq nə isə danışmaq olmaz, yəni bildirmək lazımdır və məsələn narazılığının səbəbini araşdıraram. Nədən narazıdır, nə səbəbə kobud davranır, danışır. Araşdıraram, o məsələni yoluna qoymağa çalışaram. Mənimlə bağlıdırsa və yaxud həmkarımla bağlıdırsa, ola bilər də indi valideyn iclası, ola bilər hansısa valideyn digər müəllimdən də narazı tərəfləri olar və s. Yəni yoluna qoymağa narazı, amma bura təhsil müəssisəsi olduğunu, burada kobud ifadələr işlətməli olmadığını nəzərinə çatdırmalıyıq. Belə deyə bilərsiniz müəllimə. Yaxşı müəllimə. Nadinc uşaqla necə məşğul olursunuz Sənubər müəllimə? Nadin uşaqla Aha. Nadin uşaqla adətən özüm fərdi danışıram. Məsələn, ona hər hansı bir vəzifə də verə bilərəm, yüngül də ki, onu ələ almaq üçün. Ki biz ona ələ alaq, həmin nadişliyini biz vəzifə verə Fiziki bilərəm. tərbiyədir də müəllimə. Söhbət edə bilərəm. Psixologlar əməkdaşlıq edərək həmin şagirdlə danışıq apara bilərəm. Bəli. Müəllimə, sizdə fiziki tərbiyədə daha çox məsələn o şagirdi Yox, hərəkətli məndə fəaliyyətlər. informatikadır. Fiziki tərbiyə deyil müəllimə, informatika. Şəbnəm müəllimədədir fiziki tərbiyə. Bəli. Qızınızdadır. Hə, üzrlüsən. Elə bildim sizdə. Hə, müəllimə. Hə, bax onu deyə bilərsiniz. Müxtəlif sinifdə, məsələn, informatikada deyək ki, əyləncəli fəaliyyətlərə, viktorina, yarışlara təşkil edib məsələn cəlb edə bilərsiniz. Məsələn, nadir şagirdlər adətən sinifdə məsələn biraz deyək ki, hərəkətli olurlar. Sinif küncləri işi solundan istifadə edərək də onu cəlb edə bilərik. Bundan başqa Bəli. məsələn kompüter otağında siz kompüter otağına aparırsınız müəllimə uşaqları? Yəni sizdə var? Ümumiyyətlə bizdə informatika götürülüb, biz rəqəmsal keçirik. Biz bütün dərsimiz də nazirlik tərəfindən göndərilir. Biz dərsi onlar göndərir. Dərsin içində onu da öyrənirlər və hər gün də test eləyirlər həmin dərsə uyğun. Biz Aha. bəli, əvvəlcədən hazırlıq deyil bizdə. Elə həmin gün göndərirlər dərsi. Elə kompüter otağında kompüterlərin qarşısında keçirirlər də dərsi. Bəli, proyektordan bəli. Bəli, bəli, onları da vurğulaya bilərsiniz müəllimə. Yaxşı, müəllimə, belə bir sual verim sizə. Deyək ki, müəllimə, rəhbərliklə probleminiz yaranarsa, necə həll edərsiniz? Rəhbərliklə, yəni məktəb direktoru ilə problem adətən məndə olmuyor. Problemimiz yoxdur, yaranmayıbdır. Amma yaranırsa, mən onun məktəb rəhbərliyinə fərdi danışaram ki, mənim günahımı deyim, nədir? Mən harda səhv eləmişəm, nədə səhv eləmişəm, onu öyrənərəm ki, çalışam o səhvimi düzəldim. Və tənqid yox, tənqidə açıq müəllimiyəm, amma təhqir yox. Tənqidi məsələn öyrənərəm ki, məni nəyə görə problem yaranır. Deyə bilərsiniz müəllimə, etik davranış qaydalara zidd hərəkət etmərəm, problemim Bəli. yaranarsa. Tənqid açıq müəlliməm, dinləyərəm rəhbərliyi, harda nöqsanım varsa belə, günahım deməyin.
Məsələn, bunu belə şəkildə deyək ki, harda nöqsanım varsa, onunla bağlı məlumat alaram, düzəltməyə çalışaram. Yəni çalışaram ki, ziddiyyət yaranmasın rəhbərliklə aramızda. Bunu belə deyə bilərsiniz müəllimə. Təşəkkürlər Sənubər müəllimə. Çox sağ olun əzizim. Şəbnəm müəllimə burada. Şəbnəm müəllimə siniflərinin bu günləri görüşü keçiriləcək. Ordadır müəllimə. Hə, yaxşı. Sevda İskəndərova. Sinif yoldaşları ilə Sənubər müəllimə. Bəli, sinif yoldaşlarıyla bu gün onların görüşüdür. Hə, lap yaxşı. Sevda İskəndərova dərsdə. Jalə müəllimə dərsdə. Müəllimə, mən sizə yazmışdım. Əvvəla salam. Üzrlü hesab eləyin. 2-ci gündə dərsə girə bilmədim. İndi hazır deyiləm. Səhərdən qulaq asıram. Yaxşı, dinləyici olmaq istəyirsiniz əzizim? Hə, səhərdən dinləyirəm müəllimə. Sizə yazmışam. Yazmısınız? Hə, bilmirəm. Narahat olmayın müəllim. Hə, 2 dərsə hazır olmamışam, hazırlayacağam müəllim. hə, indi baxdım müəllimə. Yaxşı, yaxşı Jalə müəllimə. Yaxşı günün olsun. Sonra, Jalə müəllimədən sonra Gülnarə Tağıyeva dərsdə. Aytən Məhərrəmova, yeni qoşulan müəlliməmiz. Aytən Məhərrəmova burada. Bəli, salam müəllimə. Aytən müəllimə, salam əzizim. Xoş gəldiniz aramıza müəllimə. Müəllimə, siz təqdimatınız hazırdır sizin? Danışa bilərəm, yəni təqdimat edə bilərəm. Hə, onda müəllimə, təqdimatınızı eləyin, təqdimatınıza baxaq, qəşəng düzəliş verək. Növbəti dərsdən sizə tapşırıqlarımı verəcəm. Mən Məhərrəmova Aytən Şamil qızı 1982-ci il yanvar ayının 19-unda 1982-ci il yanvar ayının 19-unda Mingəçevir şəhərində Ziyalı ailəsində dünyaya gəlmişəm. 1988-ci ildə Mingəçevir şəhər 14 saylı orta məktəbə daxil olmuşam. 1999